5 dəfə azaltdıq. Qismətin dəyişməməsi üçün bölən necə dəyişmək lazımdır? Baxın, bölünəni 5 dəfə azaltmışamsa, qismətin Qismətini 5 dəfə dəyişməməsi azaltmalıyıq. böləni necə etməliyəm? Qismətin 5 dəfə azaltmalıyıq. Bəli, bölən çünki 5 dəfə azalanda nə olur? Qismət, baxın bura, bunu lap belə göstərirəm. A bölü B bərabərdir 1 C-dir. Mən bölünəni 5 dəfə azaldanda, qismət də avtomatik 5 dəfə azalacaq. Anladın? Qismət də Bəli. 5 dəfə azalacaq. Amma deyir dəyişməsin də C qalsın. Dəyişməməsi üçün onda mən nə etməliyəm? Bu B-ni azaltmalıyam ki 5 dəfə. Anladın? 5 dəfə azaltmalıyam ki, mənim qismətim C qalsın da azalmasın. Anladın? İndi nə etməliyəm? Yəni mən bu C-ni 5 dəfə artırmalıyam. C-ni 5 dəfə artırmalıyamsa, biz dedik ki, nə etməliyik? Bölənlə də qismət tərs mütənasib olması üçün B-ni nə etməliyəm? Nə etməliyəm? Tərs mütənasibdir. Baxın, mən bunu sonradan 5 dəfə artırmalıyam. Düzdür? 5 dəfə artırmalıyamsa, qismət sonradan 5 dəfə artmalıdırsa, bölən necə dəyişməlidir? 5 dəfə azalmalıdır. Azalır.